Əsərin təhlili deməli oxuyuruq. Əsər keçən il son gecəsindən gedir söhbət. Dramatik növdə əsər dramatik növdə dram janrındadır. Hadisələrin təsvirində göstərmə üsulundan istifadə olunur, çünki dramatik növdədir. Ailə məişət mövzusunda yazılan bu əsər iki hissəli dramdır. Dramaturq bir ailənin ilin son günündəki həyatının timsalında ciddi mənəvi, əxlaqi problemlərə toxunur. Bu bayaqda kitabdakı təhlildə onu demişdik. Əsərdə eynəkli kişi, adı nə idi bunun? Əsl adı Bəşir idi. Hətta dedi ki, mənə Poçtalyon Bəşir deyirlər. Əsl adı Əsl adı Bəşirdir. Hətta dedi ki, mənə Poçtalyon Bəşir deyirlər. Əgər mənim dediyim düz çıxmasa adımı dəyişir, telefon Bəşir qoyacağam. Əsərdə eynəkli kişi ilə müqayisədə Həmidə xalanın mənəvi üstünlüyü daha qabarıq görünür. Yəni bu kişinin dedikləri ilə Həmidə xalanın dedikləri bir-birini tutmur. Bu kişi deyir, uşaqlar vəfasızdır. Həmidə xala deyir ki, yox, vəfasız deyil. Yəni ona görə deyir ki, Həmidə xalanın dediyi daha qabarıq görünür. Əsərdə birbaşa iştirak etməyə Qəzənfər obrazının səsi nəsillər arasındakı münasibətlərin incəliyinin açılmasında mühüm rol oynayır. Axı Qəzənfər kişi orada açıqlama verir, izah edir. Yəni buna görə də həqiqətən də nəsillər arasında münasibətlərin incəliyinin açılmasında mühüm rol oynayır. Ailə bağlarındakı qırılmazlıq mənəvi əxlaqi cəhətdən vətəndaşlıq borcu səviyyəsinə qalxır. Eynəkli kişinin danışığında onun da Həmidə xala ilə eyni dərddə tənha olduğu aydınlaşır. Həmidə xala da özünün tək olduğunu düşünürdü, xüsusilə də yeni il gecəsi. Həmidə xaladan fərqli olaraq eynəkli kişini tənhalıq bədbin bir adama çevirib. Həqiqətən də elədir. Eynəkli kişinin övladlarından incikliyi bəzən bütün övladlara ittiham kimi səslənir. Eynəkli kişinin övladlarından incikliyi bəzən bütün övladlara ittiham kimi səslənir. Əsərə görə ailədən birliyə, ailə üzvlərinin bir-biri ilə mehriban və səmimi olmasına səbəb onun 266. Səbəb onun möhkəm təməl üzərində qurulması, xalqımıza xas olan adət və ənənələrin gözlənilməsidir. Nəsillər arasında varisliyin mövcud olması həyatın davamı üçün vacib şərtdir. Məhz varislik nəsillər arasında rabitənin qorunub saxlanmasına, yaxşı innovasiya yaşadılmasına səbəb olur. Keçən ilin son gecəsində yaşlı və gənc nəsil qarşılaşdırmalı həyat həqiqətləri əks etdirilmişdir. Bu nəsillərin arasında varisliyin bağlılığın və ardıcıllığın qorunub saxlanmasının vacib olması fikri əsaslandırılmışdır. Övlad ömrü valideynin ömrünün davamıdır fikri əsərdə ifadə olunan əsas fikrə uyğundur. Axı Qəzənfər də deyirdi ki, biz valideynlərimizdən nəsə götürürük. Həmidə xala 4 övlad böyütməsinə baxmayaraq yeni il gecəsi evdə tək qalır. Bu doğrudur. 4 övladı var idi. Kimlər idi onlar? Rüstəm, Gülarə, Tofiq, bir də ki, Dilarə. Demək, Rüstəmlə Gülarə evli idi, Rüstəm nişanlı idi, Dilarə ilə Tofiq isə subay idilər. Qəzənfər ikinci övladların önəmli günlərdə valideynlərin yanında olması faciə deyil. Yəni Qəzənfər deyir ki, bu faciə deyil, onsuz da onlar yuvalarından uçub gedəcəklər. Övladların biganəliyi, fərqli nəsillərin həyata baxış tərzi, zamanın ailə münasibətlərinə təsiri kimi məqamlar əsərdə problem kimi qaldırılmışdır. Poçtalyon Bəşir eynəkli kişi Həmidə xalaya qara qutudan televizordan bərk yapışmağı məsləhət görür. Bəşirin gətirdiyi məktub insanlara vəfalı olmağı, çəkilən zəhməti unutmamağı aşılayır. Bunu biz kimdə bilirik? Həşdərxandan məktub göndərən deməli Qəzənfərin usta şagirdindən söhbət gedir ki, o da artıq indi usta idi, yəni Həşdərxandan göndərmişdi. Əsər şifahi xalq ədəbiyyatı nümunəsi Laylay ilə yekunlaşır. Bəli, yəni amma içərisində oxşama da var. Əsərdə həmçinin oxşamadan da istifadə olunur. Rüstəm anasının təkidi ilə nişanlısı ilə barışır. Qəzənfərin səsinə Həmidə xala yalnız özü qulaq asır. Bəli,
düzdür. Tofiqlə Şamil kaseti qoysalar da, orada sadəcə Bülbülün səsi eşidilir, Qəzənfərin səsini eşitmirlər. Əsərdə Bülbülün sənsiz mahnısı səsləndirilir. Direktorumuz Samirəyə Dilarəni də dəvət etmək üçün onun ardınca Leylanı göndərir. Süleyman Arbaz ətrafdakı hər kəsə qarşı mehriban davranmaması, nəzakətli olmaması, ünsiyyətdə olduğu qohumları barədə istehzalı fikir söyləməsi ilə fərqlənir. Bəli, bu da doğrudur. Həmidənin oxumağına Qəzənfər narazı olur. Üzeyir Hacıbəyov isə buna görə Qəzənfəri danlayır. Qəzənfər bundan sonra Həmidənin oxumağına razılaşır. Amma Həmidə xala oxuya bilmir, çünki 4 uşağı var idi, onları böyütməli idi və s. Həmidə xala oxumamasının səbəbini biraz özünün səhlənkarlığı, biraz da ərinin qısqanclığı ilə əlaqələndirir. Həm uşaqlar olandan sonra vaxtının olmadığını deyir. 50%. Qəzənfərin səs yazısında övladların yaxşı adla tanınması, ailənin miras olması fikri əks olunub. Eynəkli kişidən fərqli olaraq Həmidə xala evdə tək qalsa da övladlarından şikayət etmir. Həmidə xala övladlarından şikayət etmir, amma eynəkli kişi şikayət edir. Həmidə xala eynəkli kişiyə acı-acı danışmağı, kobud cavab verməyi irad tutur. Bəlidir, nə açı danışsan. Bu qədər.